Atam bir de asmışdı, Elnur nereden atıştı, kəsdi, düşdü yerə. Elnur çıxdı, nereden kəsdi, bıçaqla testi, düşdü yerə. Elə pis olmuşdu ki. 2-3 ildə evə unzat girmirdi də, ac qalırdılar. Arada pul olanda çörək alırdılar, olmayanda ac qalırdılar. İndi amma hamısını gətirib yığıblar bura. Hər şey var. Elnur Etullahın heç birinin dadını tamam bilmirdi. Nə xurması, nə mamanatı, nə şorçukəsi, nə işləyini. Hamısından şişirdi. O kadar göz tok uşağı idi, heç bir dənəsində cəmaata gedəndə yemirdi heç kimin önündə. Bir dəfə yolda qaz durbasının üstündə oturmuşmuş. Ayağı da suymuş naskısı. Qonşu deyib ki, ayağı o naskı ceyin, deyək ayağı o. Naskım yoxdur, nə ceyinim. Cəmaatın paltarı ilə böyüyüb. Pomidor çörəklə böyüyüb. Süt qatıq da görməyib peşini. Cəmaat verirdi da, özümüzün heç nəyimiz olmayıb, almamışıq. Məktəbəcində cəmaat verirdi. Qonşu paltarca bununla deyib gəlirdik. Ayakkabı.